Salam uşaqlar. Atom və nüvə fizikasına aid daha bir sualın izahına baxalım. Deyir ki, 91-231 olan bu izotopunun 2 alfa və 1 beta mənfi çevrilməsindən sonra alınan elementin nüvəsinin yük və kütlə ədədlərini müəyyən edin. Demək uşaqlar, bu izotopu yazaq. Yer rəngi seçək. Qeyd eləyəyim. 91 231. Deməli, biz bilirik ki, alfa çevrilməsində helium zərrəciyi çıxır, düzdürmü? Helium 2, 4. Beta çevrilməsində də elektron selidir. Beta çevrilməsi mənfi 1, 0. Amma şərtdə deyir ki, 2 dənə alfa. Onda bunun qarşısına bir dənə 2 attım. Bir dənə də beta, elə qarşısında əmsalı 1'dir. Tutaq ki, buradan bir, başqa bir Y nüvəsi alınacaq. Bu Y nüvəsinin kütlə ədədinə A deyirəm, yük ədədinə Z deyirəm. Biz bilirik ki, yük və kütlə ədədi saxlanılmalıdır. Reaksiyanın sol tərəfində kütlə ədədi 231'dir, bərabərdir. Sağ tərəfdə, baxın, bu 2'ni vururam bunun kütlə ədədinə, yəni 8'ə. Baxın bir dənə, baxın bu 2'ni, baxın bu 2'ni. Vururam bunun kütlə ədədinə, 4'ə yəni. 2 vurulsun 4, üzərinə gəlinsin. Burada qarşıda əmsal 1'dir, 0'a vururam. Üstə gəlinsin, burada nədir? Y nüvəsinin kütlə ədədi A-ya. Deməli, buradan 231 bərabərdir 8 plus A-ya. Deməli, alınan Y nüvəsinin buradan alırıq ki, kütlə ədədi 223'ə bərabərdir. Düzdürmü? Baxın, bunu aldıq. İndi yük ədədinin saxlanılmasını yazaq. Deməli, yük ədədinin saxlanılmasını yazsaq, 91 bərabərdir. 2'ni vururam heliumun yükünə, yəni 2'yə, 2 vur 2. Üzərinə gəlsin, 1'i vururam. Burada mənfi 1'ə, üzərinə gəlinsin Z. Deməli, 91 bərabərdir 4, çıxılsın 1, üstə gəlinsin Z-ə. Buradan 3 plus Z bərabərdir 91'ə. Z də buradan nə alınır uşaqlar? 88 alınır. Deməli, alınan nüvənin yük ədədi 88, kütlə ədədi isə 223'ə bərabərdir. Doğru variantımız D variantı. Ümidvaram uşaqlar, öyrədici olmuşdur.